Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve huve hayru nasirin ve mu'in. İnnel Hüseyin misbahul huda ve sefinetun neca. İmam Hüseyin çırağı hidayet. Biz İmam Hüseyin hesabını hiç kimin hesabına katmayacağıq. Ay bir dövlət kəmkarlıq elədi. Mərdum bu cür elədilər. İmam Hüseyin'e hamımız nökəri. Biz nökər vahid Seyyid-i Şəhəda ki Peygamber Xuda buyurdu innel Hüseyin misbahul huda. Yani bir tane çırağla burada rəhlər tanınar. Sen burada lampıla xamuş eləsin, hiç dadın rəngin bilənməsən. Bilməsən sütun hayanda, fəş nərəhdə, pərçəmlər nərəhdə, bıra fəqət ayıran birbirindən bu çıraqlardır. Pəs deyir İmam Hüseyin, əgər mənim əlimdə çırağı hidayət ola, əgər mən özümü vəsl eləyəm Əbi Abdillaha, mən əgər özümü yıxam İmam Hüseynin qapısına, heç vaxt mən münhərif olmayacağım. Heç vaxt mən yolumdan caymayacağım. Amil səadət insan nədir? Adam xoşbəxt ola. Bəzən deyir filanlar bədbəxt oldular, filanilər xoşbəxt oldular. Xoşbəxti o bədbəxtini nə ilə ölçürük biz? Nəyə deyirik tərəf xoşbəxt oldu? Hardan bilirik tərəf bədbəxt oldu? Xoşbəxtlik buna deyər, hər kəs bir miqdar nəfsinin üstünə ayağın qoysa, bir miqdar güzəşt olsa, bu xoşbəxt adamdır. Bədbəxt adam o adamdır ki, dünyasından keçənməz. İndi hamımız arz edirik İmam-ı zamanı görək da. Deyirik Allah bir gün olaydı, Yusuf Zəhra çıxaydı mənim qabağıma. Deyəydi Turabi, dərdin nə mənədir? Cə otu görün müşkülün nədir? Əsir tapiyaz dərdim İmam-ı zamana deyəydim. Müfti İmam-ı zaman görmək olmaz ki. Rahət günah elə İmam-ı zaman görmək olmaz ki. Baba bir şey ki mən məhərrəmdən səhəri Şam-ı qəriban sabahı musiqimi aşmışam. Köynəyimi əvəzləmişəm. Qabaq tütləri baş qərəsi ilə tanırdılar. Qabaq tütlər təəssübləri vardı əzadarlıqlarına. Başlarına baş qərəsi qoyardı. Uzun köynəklər giyərdi. İndi tərəf deyir, jelim dəyər bir-birinə. Gecə saat 2-dir. Tərəf ələ araşqahda tühlərinə yetişir, çıxır şikara. Görürsən tərəf bir dənə nümaşqah yola salıblar. Nümaşqah kitab. Onun yanında sandviç de satırlar, sigar da satırlar, erzi-bi huzur, ayrı bir zatlar da var. Adamsı da satırlar. İmam Hüseyin'in bu nehzətinin kənarında bir iddə 4 cinsini satır. Xanım da çıxıb öz işinə, ağa da çıxıb öz işinə. Adam var İmam Hüseyin qeymələrinə aşıqdır. Çıx 2 dənə qeymala gələ yiyə, deyə Allah İmam Hüseyinə rəhmət eləsin. Əcibə yeməli qeymələri olur. Adam var yox, çıxır öz bazarında cinsin satmağa, öz cinsinin istəyir, bazarın tapsın, getsin. O da biləxərə öz işinin dalısıdır. O da şəxsi be nam Əli ibn Məhziyar 20 il İmam-ı zamanı axtardı. 20 il. Ağa mən səhər-səhərdən adət eləmişik da. Səhər-səhər üzümüzü yumamış, telegramda ərz dalısıca. Ay bala bugün dolar görüm neçədir? Bugün sikkə neçəyə satılır? Maşın neçədir? Heç vaxt demədim baba, mənim gecə namazı sübüm getdi qəziya. İmam-ı zamanın üzünə nə cür baxacağım? Qahəm biz bir cür adət vermişik özümüzü. İstəyirik heç hərəkət eləməyək. Allah bizə hər zat verir. Ağa müftü olmaz ki. Əli ibn Məhziyar 20 il İmam-ı zamanı axtardı. Əli ibn Məhziyar. Day bir şəxsiyyətdir ki, İmam-ı Cəvad əleyhissalam buyurur Əli ibn Məhziyar. Əgər deyəm, sənin taivi indiyəcək görməmişəm, iqraq eləmirəm. Yəni sənin taivi görməmişəm. Bu cür şəxsiyyət 20 il İmam-ı zamanı axtardı. 20 ildən sonra İmam-ı zamanı tapdı. Ağa buyurdu Əli ibn Məhziyar, mən sənə çoxdandır müntəzirəm. Niyə gəlmirdin? Elə mənə də müntəzirdik, sənə də, o bir ağıya da, hamımıza buyurur şiyələrim, gəlin bizim səmtimizə. Da günahda nə mənə var? Günahı da ayaqdan salıp gələndən sonra faydası nə mənədir? Keyfün saz vaxtı yıxıl bu qapıya. İmam Hüseyin əvvəldə vəsl ol. Yoxsa gedib xırxırıyacaq, ləzənə batandan sonra 50 il tərəfə zindan çıxıb, ya Əbu Abdullah məni buradan qutar gedərəm heyətə. Deyir, yox elə əvvəldə ged İmam Hüseyin qapısına. Sən Allah yaratmamışdı şeytanın qapısına. Sən Allah xəlafa xəlq eləməmişdi. Səni yaratmışdı. Bir dənə behtərin bənd olasan, mələhlər sənin vücuduva iftixar eləyələ. Əli ibn Məhziyara ağa buyurdu, niyə gəlmirdin? Hərzilədə adresim yox idi. Tapanmırdım. Yol görsədənim yox idi.
İmam-ı Zaman burada 3 amil bahis olub gəlib məni görənmisiniz. Hamımızındır ha 3 amil. Deyirəm hamısı da halımıza şamildir. Yek, burada la, bu cür deyil ki sən məni gəlib tapmayasan, sən məni foğru tapardın. İmam-ı Zaman hardadır? İmam-ı Zaman şahid oturub elə bizim cəmimizdə. Ürz istəyir, ləyaqət istəyir, mən onu tapa biləm. Əməlim düz ola, qəlbim amad ola, özümü əhl eləyəm İmam Hüseyin qapısına. Yoxsa bir ki, ağa indi dəstəmazlı gələm, oturam qəşəng ədəbinə, İmam Hüseyinə vəsl olam. Deyəm, ağa mənim etiqadım budur, Rovzələrə xanım Zəhra gəlir, Rovzələrə İmam-ı Sadıq gəlir, Rovzələrə mələhlər gəlirlər. Bu təfəkkürünə. Yoxsa mən gedirəm filan mallarını görəm, filan Novxanı oxuyacaq. Nə faydası? Ağa hədəf İmam Hüseyin olsun. Önümüzdə oturmayaq. Mah-ı Məhərrəm önümüzdə oturmayaq. Şəkərbulaqlılar da bir dənə böyük bir himmət eləyirlər, əl-ələ verirlər, məddah çağırırlar, ruhani. Sən ki önündən durub gələ bilərsən bura. Ağa İmam-ı Hüseynə yarları qəlblərin qanları ilə çeyirdilər qabağa. Yəni qəlblərin qanın verdi İmam Hüseynə. Bizim önümüzə bir qonaq gələndə heyət tətil. Bir nəfər gəldi, o töyündəyi velilən, ələ sabah gedərsən. Bir rahəti, heyəti qatladı, qoydu kənara. İmam-ı Zaman buyurdu, bilirsiniz niyə gəlib məni görənmisiniz? Lakinnəkum kəssərtumul ənval. Pul dalısıcaqsınız. Əz-ab-ı gilalut balıq tuturuq. Niyə pulumuz yoxdur? Biz də roza qoyanmarıq. Ben ya Tayland'da misafirimiz var. Ben ya Türkiye misafirimiz var. Ben ya filan hanım başıma böt koydu 20 milyon elimden çıkarttı. Ona rahat pul verdim. İmam Hüseyin'in kapısına gelende men deyirəm, bahalıq dinəm, ne mi dünəm filan şey yoktu. Koyanmarıq. Allah onu senden çıkartacaq. Diğer yaxçısı budur. Öz əliyle beheştal koy başının altına. Ve lakinnekum kəssərtumul ənval. Süz getdiniz pul dalısıcaq. İmam-ı Zamanınız yadınızdan çıxdı. Dedi ki həyat sataq, dolar alaq deyir, bahalaşacaqdı. Do bərabərinə satarıq. Bilmərik bir nəfər bədbəxtin uşağının sərətanı var. Bir dənə iğnəni 3 milyona alır, onun ahı qoymaz, o pulda bərəkət qala. O qocar vadın ki tavanı yoxdur zindəcanlıq eləyə, onun ahı qoymazsam zindəcanlığında bərəkət tapazar. Ben niyə sən bunu mütəvəccih deyirsən? La və lakinnekum kəssərtumul ənval. İmam-ı Zaman burada siz pul dalısı. Hamımız o cürü pul dalısıcaq. Harda mənfəət var. İmam Hüseyin də buyurdu. Ənnas əbidud dünya. Mərdüm bəndi dünyadırlar. Ta dünyaları var. Sinəni verib qabağa. Mən Hüseynciyəm. Mən filaniyəm. Elə ki dedin ağa burada bir xəş var, məxariş var. Deyir ağa bizim xət var, biz bil yoxuq. İmam Hüseyin buyurdu dindarlar azalırlar. Buyurur əvvəl amil ki İmam-ı Zamanı görənmirik. Əvvəl amil ki İmam-ı Zaman bizim gözümüzə görsəmir. Pulpərəstik. Əksər pulcuyuq. Sirvətimizin dalısıcağıq. Səylirik öz malımızı saxlayaq. Do. Təcəbbərtum ələ zuəfəl müminin. Müminlərin kasıbına məhəl qoymuruq. Adətimizdir. Pullunu hamı təhvil alar. Sirvətini, mövqeyyətini hamı təhvil alar. Kişi sən o kasıbı təhvil alba. Ben yana gələndə böyrü törsən, heç baxmısan üzünə. Ben ya çarrahda bir dənə biçarə gəlib 500 tümən səndən alafa o şəni verirsən üstə, telefonu qoysan qulağa. Həbi Abdullah sənin yolu bağlayıb qızlavı qorxutmur. Allah dədi və rəhmət eləsin. Qərib yaxçı dədim vardı. İki qız keçirdilər xeymənin kənarından. Baxdılar bir-birinə dedilər, buydu ha, yolu kəsdi bizi bu vəzə saldı. Hürrümünü görəndə dedi ya Abdullah da qalanmaram, ölürəm. Məni yolla qoy, mən fəda olum sənə, mənim bağrım çatlayır. Əbi Abdullah hürrü yollandırdı. Elə ki yıxıldı Kərbəla çölünə, 17'sinin oğlu vardı. Gəldi babasının balinine. Hürrü gözlərini aç, dedi oğul bə sən hara gəlibsən? Dedi mən də canımı fəda eləyirəm, sən fəda elədiyin şəxsə. Həzrəti Hürrü gözlərini aç, dedi Allah bala səni aqibət bi xeyr elə. İnsan ki aqibət bi xeyr ola. Aqibət bi xeyr, yoksa biz toyda tutaq eştad olmayacaq. Musiqimiz də bir ahol eştad olmayacaq. Mahvarəmizi də bağlayaq. Heç də olmayacaq. Amma biz Əhl-i Beytin yanındaca ədəbinə gələk gedə. Bu cələsələrin ərzişləri var. Vallah bu cələsələri pulunla almaq olmaz.
Vallahi bu cələsələ pulla almaq olmaz. O xanım deyir küçəmizdə ehsan verirdilər. Mən də maşınla gəldim şası bolən. Çöndüm o alim deyir gecənin aləmiydi. Gördük bir xanım ağlayır özün xeymənin dalında vurur. Çıxdıq nə xəbər dedi o qəzadan qalır bir çıqqılı verəsiz mənə dedik baba qap qaşığı yumuşuq bir gətirə təhdici qalıb onda tökəcək toğuqlara. Dedi siz Allah onları verin mən yiyeyim. Keçdik qabağa nə oldu sənə? Dedi mənim öyüm bu küçədədir. Şası bolən maşınla döndüm bura gördüm mərdim durubla səf. Öz-özümə dedim bu geda qoşnələr nə deyirlər axı? Durubla burada bir dənə qəzadan xatirə. Gecə getdim öydə yuxladım aləm röyada gördüm bir mücəllələ xanımdır. 4-5 dənə nurani cavan bu xanımın kənarında. Bu xanım o qəzan aşbazın əlindən alır bir-bir verir bu müraciə eləyir. Dedim o kimdi? Dedi o xanım Zəhradır. Dedim xanım bir dənə də ondan ver mənə. Dedi yox sən mənim balalarımın nökərin geda hesabladın. Ged işüyündə alısıcaq. Yuxudan durmuşam gələn bu qəzaların artığından yiyəm. Deyəm baba mən iştibah eləmişəm. Bu cələsələrin sahibi var. Bu cələsələrdə xanım Zəhra. Biz ağlamasaq da özləri ağlayacaq. Sən ağlama. Biz toyda tutsaq vəli öz vəzifəmizi. Bir dənə 1400 il bundan qabaq 6 aylıq uşağın boğazını ox vurublar. 36 dənə keşvərdə fəqət şir-xarı qan qoyurlar. Nəcis Ali Suud pul qalmır xəşləyir ki bu işin qabağına ala. Hələ bu Əli Əsğəridir, gör Əbəlfəzi nədir, gör Əbi Abdillahı nədir. Baba bunlar 1400 ildən sonra bizim 6 aylıq uşağımızdan qorxurlar. Bu kəramət bunlardadır. O İmam Rıza Aleyhisselamın bir Rozaxanı vardı. Dedi ağa da gəlməyəcəyəm, sənə roza deməyəcəm. Ağa burada niyə gəlmirsən? Dəsmuzdun zadın az olub çoxaldı. Mərz elədi xeyr ağa, sən mənə çox da dəsmuzd versən vəldə gəlməyəcəm, oxumayacağım. Ağa burada niyə? Ərz elədi ağa, sən əhləyalım pis ağlayırlar. Mən gedirəm öydə əzab çəkirəm. Mən roza oxuyuram, el ucadan ağlaşır, ürəyim kebab olur. Gedirəm öydə deyirəm baba, mən onları niyə cür ağlatdım? Ağa buyurdu bil filanı mən bu şəhərdə qəribəm mənim kəsim yoxdur. Hərzilədə o ağlayanlar kimdir? Buyurdu nənəm Zəhradır. Hər yerdə babam Hüseynin adı gələr. Əlin qoyar ürəyin əvvəldə deyər Hüseyin nənən sənə qurban. Gərək biz yıxılaq bu qapıdan alaq da. Və Rəsul Torç nəcür aldı? Rəsul Torç düz yıxıldı bu qapıya axırda oldu belə namazı şəbxun. Düz gərək yıxılasan, gərək təəllüqata tazan eşiyə də şeytan özündən ötürəsən çıxa gedə deyəsən mən istəyirəm imam zamana nökər olam. Day bir qəlbidə həm mehri səməd, həm sənəm olmaz, bir başda havauye, boto beytul hərəm olmaz da olmaz ki həm gedə xuda nakərdə məşrub içək, sonra gələyə oyun çıxadaq. Bizim dərdimiz budur. Görərsən tərəfin toyunda 20 litr məşrub məsrəf olubdur. Muxtəlit oynayıblar, iki ayaqlarını ceyiblə bir başmağa, toyumuz gərək nime-i şəbanda ola. Ağ eləsənə var, hansı quristana zalısan zal, heç bu günə salmasan bilallah. Gətirib müqəddəs gündə mərdumi kefləndirib dövmə xiyavana. Hüseynsini toyda tanırlar. Hüseynsini o günah məhəllisində tanırlar. Kim özün saxladı, kim özün saxlaya bilmədi. Əbi Abdillah bunlara nümrə verir da. Əbi Abdillah bunlara nümrə. Bu cələsələrin arzusun Həbib ibn Məzahir çəkir. Həbib ibn Məzahir ki 2 seri İmam Hüseyndən xatirə dünyadan gedib. Bir uşağıdır, biri də axır ömründə. Əvvəl yeri ki İmam Hüseyin ucadan ağlayıb Həbib şəhid olandadır Kərbəla. El ağladı, üzün qoydu Həbibin üzünə. Həbib bax, sən mənim uşaqlıq yoldaşımsan, məni Kərbəlada təh qoyma. Mirza Şirazi yuxuda görür, Həbib halın necədir, arzun qalıb deyib bir arzım, qeydəm. Cələsələrdə oturam, ağlayam ərbaba, ürəyimi boşaldam. Deyəm, ya Hüseyin, gəlmişəm sənin qapıva. Gəlmişəm sənin qapıva. Hər nə var vallah bu qapılardadır. Rüqəyyə əyağın bir seri vura, yerə müşkülümüzü həll elər. Əslən Rüqəyyə nə? Məsələn, doktor xodət یک şب میان کوچه بماند چه میکنی؟ Sən öz qızın bir gecə eşikdə qalsa, nə hala qalarsan? Xırda qız adamın 100 oğlu ölə bir dənə qızı itməyə bir gecə. Adam nə hala qalar? Nə hala qalar adamın qızı öydən çıx, adam bilməyə gecə harda qaldın, nə cür qaldı. Onda idi ki Əbi Abdillahın yaralı başı bu günlərdə neyzədə dayandı. Gəldilər Məhzər İmam Səccad Zəhra balası ağa yaralı baş hərəkət eləmir. Buyurdu sayın balaları görün qalanı yoxdur. Xanım Zeynəb saydı, əllərim vurdu başına bal, elə Hüseynimin yadı qarı qalıbdı.
Özü o at xanım Rüqəyyənin daməninədir. Ağa hər nə mən eydim ya Əbu Abdillah da bağışla da. Ağa yapış əlimdən bax, heç dat yoxumdur. Əlim boşdur, bax əlimdə heç nə mənəm yoxumdur. Sən gərək mənim əlimdən tutasan. İndi bir zamandır cavan məgər iman saxlaya bilir. Bir ittənin əlindən, bir ittənin nəxşəsindən Allah görsətməsin bu fəzai məcazidə nə oyunlardan çıxırlar. Eşikdə nə vəziyyətinə zahir olurlar. O gün bir ağsaqqal ağlayırdı, deyirdi baba qabaq ki nə biçikli həya var idi. Xanımlar heyyətin dalayacaq gələrdilər. İndi düşürlər heyyətin qabağına. Mən cavanı kontrol eləyə bilmirəm. Sən bundan istəysən nə mən ola? Özümüz ataq da o mənə əhl-i beytə deyək ya xanım Rüqəyyə. Ay o gecənin aləmi yuxudan durub heç kəsi tapanmayan xanım. Bir sağa baxdı, bir sola baxdı, bir irəlilərin qoydu başını. Ucadan dedi, ya əmmi Əl-Əbbas, əmə əbəl vəzbəhayan dazan qorxuram. Əcib hal var, bax, bura həməşə bahardır. Bura bilmirəm mən bu məscidin halal fəlsəfəsi nədir, nə cür düzəlinibdir. Burada bir xas hikmət var. Bizdə 50 yerdə də mən bistudu murdatdan mənbərə gedirəm. Mən özümə arzu çəkərəm fəqət bu cəlləsə cəllə. Və illa buradan cəmiyyəti də çox məclisə getmişəm. Burada bir xas hal vardı, burada xas viceci vardı. Burada gərək əlva tasan da mən əhl-i beytə deyəsən ağa, yapış əlimdən sən bilinən ön zəhranın canı. Gəldi məhzəri İmam-ı Səccad ağa, ərz elədi, oğlumun əqdini oxuyarsan. Baba məcər adamın bir cavan oğlu ilə də gətirirlər kart toy verirlər. Adama bir dənə toy kartı gətirəndə nənə baxır dədiyə, dədə də baxır nənəyə. Deyir, day bizə toy yaraşar, day bizə toy bizə yaraşar. İmam-ı Səccada bir nəfər gəldi Zəhra balası, oğlumun əqdini oxursan. 20 il ağlayıb İmam-ı Səccad, 20 il ağlayıb, sərin suva baxardı. Ağa ben niye içmişsem buyurar da xəliyə sıxırə bir gətirə bu sudan versəydilər. Susuz oxlanmazdı. Qəzaya baxardı ağlardı. Ağa ben niye yemişsən? Buyurardı Rüqəyyə acından öldü xərabət. Rüqəyyə acından ölüb mən nə cür qəza yeyim? Keçirdi xiyavanda gördü heyvanı qəssab bağlı. Qəssab yorulmayasan buna su veribsən inşallah kəsəcəksən. Bəli yabnə Rasulullah süzdən örgəşmişik. Biz əvvəl su veririk sonra başlayın kəsərik heyvanlar. Həzə buradan mənim babamın susuz başını kəsdilər. Mənim babamı susuz öldürdülər. Dedi ağa oğlumun əqdini oxursan nəzr eləmişik sən oxuyasın. Burada oxuyaram amma bir şərtini. Bir dənə də Roza xan görərsən. Əqdidən sonra mənim dəllərdə ölən babama bir la ilahe illallah. Ağa eybi yoxdur mən Nohaqan da görəcəyəm. Abi Roza xan gördülər əqdi oxucağın əssalamu aleykə ya Əbu Abdillah gördülər İmam Səccad getdi əyləşdi qapı ağzında. Buyurdu gərək babamın qonaqlarını mən təhvil alam. Burada da mənim babama la ilahe illallah. Qəribə şəbə əvvəl hal tapıbsan. Allah inşallah bu abruyu Seyyid-i Şəhəda bizləri bu qapıdan əli boş yola salmasın. Əcib zamandır. Vallahi əhl-i beytidən gərək əl çəkməyə. Yıxılaq bu qapıya. Deyək İmam-ı Zaman yapış əlimizdən bizi aqibət bi xeyr elə. Bu aqibət bi xeyr. Çox adam aqibət bi şərr oldu. Allah açdı dedi qoy çıx get. Hara getsən get. Yaşlıq istəyirsən yolu daşmışam qəltəvi də vurmuşam. Səyyidi ləalləka an babika tərəddəni və an xidmətikə nəhaytəni. Buyurdu get görün baba da istəmirəm mənim qapıma. Xalis adam axtarıram mən bu qapıda. Xalis, muxlis. Yoxsa dəğəlbazdır, riyakardır. Əyyaş deyir mənim qapımda fayda verməz. Yıxıl bu qapıya, denə ya Əbu Abdillah, gəlmişəm oğlun Əli Əkbərdən ədəb örgəşməyə. Gəlmişəm dədəmin bundan belə əlini öpəcəyəm. Bundan belə ayrı bir sözlər danışmayacağım. Bu qapıdan gərək bunları örgəşəsən. Gərək bizim xanımlarımız yıxıla xanım Zeynəbin qapısından hicab örgəşələ. Hansı xanım ağlıysan, hansı xanıma əzadarsan, adamsı salıbsan ağzıva çeyniysən, sübsən, heyətin dalı sıcaq 1000 dənə fırtqadan çıxızan. O xanıma ağlıysan ki, İmam-ı Səccad ağadan xəbər aldılar, hadisə-i Aşuranın çətin yeri haradı. Ağa 3 seri burada, əşşam, 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 vay şamiləni. Ağa niyə? Ağa niyə? Buyurdu əvvəl mənim əmmələrimə apardılar şərab cələsəsinə. Məşrub içdilər mənim əmmələrimin yanında. Xanım Zeynəb vaxtı qayıtdı Kufədən, elə ki qayıtdı Mədiniyə, xanım Ümmülbənini gördü. Baxcan əvvəl sözü bu oldu, nənə bilirsən bu yolda nələr gəlib başımıza.
Bizi apardılar şərab cələsəsinə. Bu çox çətin bir məsələdir. Əli qızı Zeynəbi neçə ildir heç kəs görməyib. İmam-ı Səccad buyurdu, Kərbəladan sonra haməm Zeynəbi gördü. O da əmməsinə təəssübü var idi. Xanım Ümmülbənin baxdı, dedi, mənim oğlum Əbəlfəz hardaydı, səni kim ürz elədi apar o cələziyə? Baxdı, dedi, nənə, oğlun delə məndən o cələzə deydi. Rəngi qaçdı, baba, mənim oğlum qeyrətdi və mənim Əbəlfəzim nə haldaydı? Baxdı, dedi, nənə, yaralı başı hərdəm gözlərini açırdı, baxırdı bacısına. Yəni, bacı, səndən şərməndiyəm. Çox ali cələs oldu, çox ali cələsə, çox ali ürəklərimiz yumuşalındı. Allah və abruy Əmirəl-Möminin, və abruy İmam-ı Zaman bizi bu qapıda sabit qədəm eləsin. Duamız bu olsun. Allah amandı bir ləhzə əlimizi Əhl-i Beytin əlindən veriləməha. Bu girdab-ı dünya, bir rəhmi dünyada giriftar olluq. Qardaş-qardaşa vallah rəhm eləmir bu zamanda. Dədə balıya, nənə balıya rəhm eləmir. Nə oyunlar olur camiədə. Tənha gərək biz yıxılaq Əhl-i Beytin qapısına deyək, ya İmam Zaman, yapış əlimizdən, əgər bizi öz başımıza verilə söz, xanə bərbad olluq. İnşallah amadə olacaq az məhzər madehini mübarək nəfəs istifadə eləyə. Fəqət mən bu sərdar dəstarı üçün bu günlərimdə Səid-i Buzurgevara piyem vermişdi və mənlə də fəqət cindən salam əleyki var. Ərdəbildədir, 30 ildir fəqət bu adam qətlini oxadı, baxır səxvə. Ağa dünyanı ver buna, cinə az verib sən daha. 30 ildir duranmır ayağa. 30 ildir arzusu budur, balasını bir seyir Allah qucağına. Balasının yapış əlindən bir xiyavanda yol gedə. Vallah bu cambazları duveliyum, vallah bu şəhidxana vadələn duveliyum. Hər nəyimiz var bunlardandır. O şəxsi deyə getmişdim cambazların birini görəm, yavaşca qulağıma dedi filanı. Sənin nəfəsin həqdir. Allahdan istə qoy məni öldürsün, yaxam qutulsun. Dedim kişi bu söz nədir? Allah sənə ömrü versin. Dedi yox, 25 ildir qətlini oxuyam. Nənəmlə dədəm məni hər 2 saatdan bir götürüb çöndərərlər. O əl bu ələ zəxmi bəstər tutmuyam. Nənəm də qocalayıb, məni götürəndə əlindən düşdüm yerə. Gördüm oturub bir quşədə baxır mənə ağlayır. Dedim Allah, nənəm də bundan artıq məndən şərmənd olmasın. Sərdar dəstaridən xəbər alır, quzarışkər Sərdar. Tala narahat olubsan, cambaz olan namına deyir bir seri kollən. O döyüdə ikkəs yoxudu, yatmışdım, baxırdım, səxvədə duranmırdım. Qızım var, döyüdə 4-5 sinni vardı, qaçırdı o əlbələ. Qapılar çırpıldı, uşağın əlləri qaldı qapının arasında. Baxırdı mənə, deyirdi, babaca, mən bu əlimi buradan çıxar. Ha, özümə fişar verirdim, duram, uşağın əlini oradan çıxadam, gücüm çatmırdı. Baxırdım, oradan ağlayırdım, nənəsi gəldi, əllərin xaric elədi, uşaq bir həftə məndən danışmadı. Odur, xanım Rüqəyyə elə ki, çatdı karivana, dedi, baba, bə niyə gəlmirdiniz mənim dalımına, nə əmmələrim gəldi, nə sən. Dedi, şayət qızım, istədim qovzanam gələm, atlar ayağı qoymadı. Rüqəyyə, babam qudarlıq eləmədi, ha, qovdi qətliqahdan duranmırdım. İndi hər yerdə sən ərbabı səslə, ya Hüseyin.